Bu filmlər papalığın bir institut olaraq tarixi inkişafını daha dərindən dərk etməyə imkan verir və pontifik imicinin necə dəyişdiyini göstərir. Güclü dini monarxlardan xalq papasına qədər. Birinci Fransisklə vidalaşma anında yüksək titulun arxasında dayanan insan hekayəsinin, şübhələr, mübarizə və həqiqət axtarışlarının olduğunu xatırlamaq xüsusilə aktualdır. Filmlər arasında bəziləri hitə çevrilib. Oxu az diqqətinizi onlardan bir neçəsinə yönəldir. 2. Papa. Film kilsənin tarixində unikal bir anın, Papa 16-cı Benediktin taxt-tacdan imtina etmək qərarına gəldiyi və Kardinal Bergoglio'nun bugün vəfat edən Fransiskə çevrildiyi anın dərin psixoloji portretidir. Film, dini hakimiyyət və dünyəvi həyat barədə dərin fəlsəfi müzakirələrlə diqqət çəkir. Gənc Papa. Başrolda Jude Law'nun çəkildiyi bu serial Paolo Sorrentino'nun Papa 13-cü Pius'a həsr etdiyi fantaziyasıdır. Papa gənc, xarizmatik və son dərəcə mühafizəkar bir Amerikalı olarsa nə baş verər? Serial bu barədə ehtimallardan söhbət açır. Məni Francesco adlandırın. Vəfat edən Papa, Fransiskin gəncliyi haqqında bioqrafik film. Onun tangoya olan həvəsindən tutmuş, elm və inanc arasında çətin seçmə qədər həyat vurnuxmasından bəhs edən möhtəşəm əsər. Sosial ədalətə xüsusi münasibətin formalaşdığı Buenos Airesin yoxsul məhəllələri və kasıblara xüsusi həssaslıqla yanaşan Fransisk. Onun hansı səbəblərdən Fransisk adını seçdiyini bilmək istəyirsinizsə, filmə baxmağınız məsləhətdir. Konklav. Ralph Fiennes'in çəkildiyi Konklav yeni papanın seçilməsi zamanı tamaşaçıları Vatikanın ürəyinə, prosesin baş verdiyi məkana aparır. Robert Harris'in inadlı romanı əsasında çəkilmiş film ambisiyaların, prinsiplərin və kompromat məlumatların toqquşduğu pərdarxası intriqalardan bəhs edir. Film Oscar mükafatına namizəd olsa da gözlənilən rəğbəti qazanmağa müvəffəq olmayıb. Bununla belə xüsusilə də Ralph Fiennes'in başroldakı ifası ilə tənqidçilərin yüksək rəyini qazanıb. Balıqçının çəkmələri Sovet düşərgələrində 20 il cəza çəkdikdən sonra gözlənilmədən Papa olan Pontifiki Anthony Quinn'in oynadığı film qızıl klassika nümunəsi hesab edilir. Film tarixi kontekstinə görə maraqlıdır. O, soyuq müharibənin qızğın çağında nümayiş etdirilib və kilsənin şərqlə qərb arasında körpü ola biləcəyinə dair ümidləri əks etdirir.